Çoxdandır çəkmək istədiyim və məncə çoxunuzun tanıdığı bir maşını çəkirəm. Qarşınızda Volkswagen Golf MK2. Ai, 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 você me dá muito calor. A minha chata é o incêndio e teu pau é o extintor. Ai, 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 você me dá muito calor. A minha chata... Deməli, bu maşında ilk öncə məni nə cəlb elədi? Bu maşının rəngi. Yəni özünə məxsus çox gözəl bir mavi rəngi var. Bir də ki, maşının gördüyünüz kimi Passatkası. İndi hamıya maraqlı olan sual Passatka nə iləndir? Passatkası maşınımızın coilover sistemidir. Daha sonra gördüyünüz kimi maşınımıza fenderlər quraşdırılıb. BBS disklərdir. Maşınımızın bu hissəsində və ön hissəsində də çox gözəl belə bir əl işləməsi var. Rəsmdir, hansı ki, yəni baxanda sırası diqqət çəkir. Çox gözəldir. Maşınımızın motoru deməli 1.8-dir. Hə, bir də bu hissəsindədir, çox gözəldir. İndi isə gəlin maşınımızın salonuna baxaq. Bu da maşınımızın salonu. Çox gözəl skors başlığı var, diqqətimi çəkdi. Daha sonra burada da belə bir əl işləməsi var. Maşın yəni başdan ayağa sənət əsəridir. Həqiqətən çox diqqətimi çəkdi bu. Maşınımızın sahibi qeyd edir ki, proyekt hələ tam hazır olmayıb. Tam hazır vəziyyətini görmək üçün izləmədə qalın.